Əziz və hörmətli Türkiyə xalqı və Türkiyə siyasətçiləri, buradan sizə dünyanın ən böyük mesajını verirəm. Somali Afrikanın boynuzu sayılır. Somalini dünya bir tərəfə, siz bir tərəfə Somali ölkəsini əldən buraxmayın. Somali lazım olarsa Türkiyə ordusunu yerləşdirin. Əgər Türkiyənin dediklərini Somali qəbul etməsə, həmən Somalinin dövlətinin başçısını dəyişmək. Lazım olarsa Türkiyə birləşdirin. Somali Türkiyə üçün ən vacib dövlətlərdən biridir. Yaşasın Türkiyə, yaşasın Türk dünyası. Hörmətli Türkiyə, unutmayın Somalini. Somali əldən gedərsə, Afrika zonası, Epidoniya, yəni böyük bir Afrika dövləti əldən çıxmış olar. Çox dərinə getmirəm. Dünyanın və coğrafi baxımdan ən böyük siyasət, ən böyük siyasi regionlardan biridir.